kanal izləyicilərim, bugün sizinlə feil mövzusuna baxacaq. Feil mövzusu elə bir mövzudur ki, yəni bu həm abituriyentlər üçün, həm sertifikasiya hazırlaşan müəllimlər üçün növbəti illərdə, həm müəllimlərin işə qəbuluna hazırlaşan müəllimlər üçün sırf başlanğıc nöqtəsi dimin toplusu olmalıdır. Və feilin şəkillərinə baxırıq. Bilirik ki, feilin 6 şəkli var. Əmr şəkli, şəkilçisi yoxdur. Arzu şəkli, şəkilçisi AE, hərəkətin arzu etmə nöqtəsini bildirir. Yəni, kaş barı ədədlərini tapa bilərik. Vacib şəkli olur malı-məli şəkilçisi, lazım ası, xəbər şəkilçisi bölünür 2 yerə, keçmiş zaman, indiki zaman, gələcək zaman. İnşallah növbəti suallarda buna toxunacağam. Və lazım şəkli asası, şərt şəkli isə sa, sə. Birinci suala baxırıq. Deyir, hansı feil lazım şəklindədir? Biz bunu mütləqdir ki, kök və şəkilçi yayırıq. Oxu sözün kökü. Kaş oxuyasınız deyə bilirik. A. Ya burada bitişdiricidir arzu şəkli. Sınız, siz oxuyasınız ikinci şəxsin cəmi. Oldu bu arzu şəkli. Öyrənməliyəm. Öyrən sözün kökü. Malı-məli vacib şəkli. Həm də şəxs sonluğu. Gəldik keçmiş zaman, şu idi keçmiş zaman, bil sözün kökü. Kaş bilə, AE, burada arzu şəklisiniz, şəxs sonluğu. Cavabımız olur B variantı. Gəl sözün kökü, ası, əsi, gələsiyəm, hərəkətin lazım olduğunu göstərir. Həm də şəxs sonluğu. Deməli, ikinci sualda uyğunluğu istəyir bizdən, keçmiş, indiki, gələcək zamanı istəyir bizdən. Adı deyir, Nüsrət dayı uzun illər idi ki, neft mədənində usta köməkçisi kimi çalışırdı. Bizim feilimiz çalışırdı. Deməli, çalış sözün kökü, çalışır, şəkilçisi həm leksik şəkilçidir, söz düzəldən şəkilçidir, həm qrammatik şəkilçidir. Bunu necə əldə edirik? Əgər şəkilçisinin əvvəlinə m inkarını artıra biliriksə, bu olur indiki zaman. Yox, artıra bilmiriksə, ırdan sonra mak qoşa biliriksə, bu olur artıq leksik söz düzəldici şəkilçi. Deməli, çalışırdı oldu indiki zaman, 2-yə getdi A. Sonra, axşamdan qurduğu saatın zənginə oyanan mələk, xoş ovqat da yataqdan qalxdı. Keçmiş zaman 1-ə gedir B. Tarix yazanlar nöqtəni adətən qələmlə qoyurlar. Qoy sözün kökü, qoyur, qoymur. Yəni, inkar artıra bildimsə, bu olur indiki zaman. Deməli, bu da gedəcək, C-də gedəcək 2-yə. Bir vaxtlar o da bu ocağa tez-tez gələrdi. Qeyri-qəti gələcək zamandır. Qəti gələcək acaqəcək, qeyri-qəti gələcək ar, üçüncü şəxsin təki z-ya keçir. Bu da idinin qısaldılmışı hissəcikdir. Deməli, bu da oldu gələcək zaman. Şu da getdi D. Gecədən xeyli keçmiş, bütün şəhər yatmışdı. Bəllidir ki, yat sözün kökü, mış keçmiş zaman, nəqli keçmiş zaman, D da idinin qısaldılmışı olur hissəcik. Deməli, 1-ə getdi BE, 2-yə getdi AC, 3-ə getdi D. Cavabımız olur B variantı. Növbəti suala baxaq. Gələcək zaman feillər istəyir bizdən. Yazasıdır, lazım şəkildə getdi testimiz. Gəlməz. Aha, gəl sözün kökü. M inkar, saytını o zaman salır ki, inkar şəkilçi. Özünə deyir, saytına şəkilçi gəlir. Eləcə M kimi qrammatik şəkilçi. Az əzdə üçüncü şəxsin o gəlməz təkinin, deməli, şəkilçisidir. Ona görə R, Z-ya keçib. Oxu sözün kökü, oxuyar, y bitişdiricidir. Qeyri-qəti gələcək zaman. Bax sözün kökü baxar, qal sözün kökü, qal M inkar, az əzdə yenə gələcək zaman, qeyri-qəti gələcək. Cavabımız olur B variantı. Keçmiş zamanda olan feillər istəyir. Ölç sözün kökü, ölçüdən ölçüb, ıb bilirik ki, nəqli keçmişin şəkilçisidir, dır, o ölçübdür, şəxs sonluğu. Bit sözün kökü, biçib yenə keçmiş zaman, dır, şəxs sonluğu. Çıx sözün kökü, çıxdı, yenə keçmiş zaman. Get, gedərik, bu pozlu variantı gələcək zaman oldu. Güldülər, keçmiş zaman, gördülər, keçmiş zaman, bildilər, keçmiş zaman, baxırdım, ır olur. Əvvəlinə inkar artıra bilirsə, baxmırdım olursa, bu olur indiki zaman variantı pozdu. Pozmuşsan, sən pozmuşsan, poz sözün kökü, mış, keçmiş zaman, nəqli keçmiş, san şəxs sonluğu. Görmüşdür, yenə keçmiş zaman, oxumuşam, yenə keçmiş zaman, bilməmişəm, yenə keçmiş zaman. Cavabımız olur C variantı.
Feil hansı şəklində inkar deyil? Feilin yalnız lazım şəkilsi, ona inkar şəkilsi mamə artıra bilmirik, deyillə düzəlir. Vacib şəkili həm deyillə, həm də inkarla, mamə ilə düzələ bilir inkar şəkilsi mamə ilə. Burada da olur bir A variantı. Altda deyir, bu dəhşət yadımdan çıxası deyil. Yenə qeyd etdim, lazım şəkil deyillə düzəlir. Feillərdən yalnız biri üçüncü şəxs şəkilsi ilə işlənmişdir. Aha, üçüncü şəxsin şəxsonluğu dır şəkilsi olacaqdır. Bəzənib, nazənin əlavən geyib işləməyib gördüyümüz kimi. Çıxdınız, siz çıxdınız, siz çıxdınız. İkinci şəxsin cəmidir variant yenə pozuldu. Sizi gördüm, mən gördüm, birinci şəxsin təkidim mən. O ağacda bir qız yuva salıbdır. Sal sözün kökü ıb keçmiş zamandır. O salıbdır. Üçüncü şəxsin şəxsonluğun şəkilçisi cavab olur D variantı. 8-də deyir ki, hansı cümlədə arzu şəklində olan feil işlənməmişdir. Buna diqqətli olun həmişə. Arzu şəkli A, Ə, ya, yə. Köməkçi sözün köməyi ilə, deməli, şəkilçinin bitişdirici şəklinin Samitin köməyi ilə üzür sayın. Lazımdır ki, gəlib könlüm alasan. Aha, feilimiz al sözün kökü kəş alasan şəxsonluğu burada var. Alırsan canımı al incimərəm. Aldan alır. Xəbər şəklidir, indiki zamanda. İki şəkil bir sözdə ola bilməz. Həm arzu, həm zaman ola bilməz. Xəbər şəkli zamanlardır. Deməli, cavabımız elə B variantıdır. Bəlkə canım bu azarı çəkməyə. Çək sözün kökü, mı inkar, kaş çəkmə, ma inkar, kaş çəkməyə. Aha, ma inkardır, bitişdirici gəlib. Bu da arzu şəklinin şəkilçisi, bu da yerindədir. İnsan payız ölə, kəş ölə, kəşdirilə, ələr yerindədir. Arif ola, söz qana, kəş qana, bunlar da yerindədir. Sonra deyir, gəzmək feili ikinci şəxsin cəmində, indiki zamanda işlənsə, hansı şəkilçidən istifadə olunmaz? İkinci şəxsin cəmində. Siz olunmaz deyir. Gəzir, siniz. Aha, olunmaz. Deməli, siniz olundu, ır olundu. Bunlar deməli, çıxanda ıq bizə aiddir, birinci şəxsin cəminə aiddir. Deməli, cavabımız olacaq burada. Ib, san. Bunları artıra bilməyəcəyik. Cavabımız olur 2, 4, 5. Cümlələrin birində xəbəri feilin lazım şəkli. Yenə A səsi istəyir bizdən. Gərək bundan sonra heç nəyi unutmayasınız. Unut sözün kökü, mamə inkar, kəş unutmaya. Arzu şəkli, sınır şəxsonluğu. Getdi arzu şəkli oldu bu. Hamı metronun girişində gözləsin. Göz sözün kökü, gözdən gözlə yaranır. Yeni şəkilçidir, söz düzəltici. O gözləsin, əmr şəklidir. Bilirik ki, əmr şəklinin bəlli bir şəkilçisi yoxdur. Şəxsonluqlarından düzəlir. Bu da getdi. Taxıl biçilməlidir, malı məli. Hərəkətin vacibliyini bildirir, vacib şəklidir. Qonaqlar gərək sən qarşılayasan. Qarşıla sözün kökü. Kəş qarşılayasan da şəxsonluğu. Bu qonaqları gərək ki, sən qarşılayasan. Deməli, sənədlər bugün təsdiq olunmasıdır. Ol sözün kökü, oldan olunmaq leksik şəkilçi, ası, lazımdır, şəxsonluq. Cavabımız olur E variantı. Sonra, hansı cümlədə məlum növdə olan təsriflənən feil işlənmişdir? Təsriflənən şəxsə və zamana görə dəyişən feillərimizdir, şəkilləridir. Və məlum növdə, deməli, məlum növün özünə məxsus şəkilçisi yoxdur. Bilirik ki, növ şəkilçiləri leksik olur. Və gizlədilmiş deyir, silahlar tapıldı. Tap sözün kökü, tapdan tapıl. Kim tərəfindən tapılıb? Məhculdur. Deməli, məlum deyil. Gecədən yağan yağış səhərə yaxın kəsildi. İşi öz üzərində görübsə, qayıdış növdür. Bu da getdi. Verilən tapşırıqların ötəsindən gəlmişdik. Aha. Gəl sözün kökü, mış keçmiş zaman, idi, qısaldılmışı idinindir. Ki da şəxsonluğu. Təsriflənən, məlum növdə olan feil istəyir. Cavabımız da elə C variantıdır. İşi görəndə biz özümüzük. Otağın pəncərəsi taybatay açıldı. Açdan açıl, kim tərəfindən açılıb? Məlum deyil. Külək əslicə güllərin xoş ətri ətrafa yayılırdı. Yay, yayıl, leksik, yayılır, iş öz üzərində görür, bu da olur
qayıdış cavabımız olur C variantı. Növbəti deməli sualları növbəti videolarda izləyə bilərsiniz. Sağ olun, salamat qalın.